Deməli qardaşlar, Mercedes Panorama 2.4 mühərrikdir. Maşında olan problem boğulma, qaz verəndə qırılma, maşın getdiyi yerdə sönürdü. Bu problemə görə bax göstərirəm sizə. Qardaşa nələr dəyişdiriblər. Bir dənə kollektor. Deyiblər zaslonkada problem var, zaslonka dəyişilməlidir. Zaslonka, hava şlanqları, bir komplekt farsunkalar. Amma problem olduğu kimi qalmışdı. Maşın yanımıza gələndə hava çəkirdi, pirbo işləyirdi. Olduğu kimi problem qalmışdı. Harca 200 manatdan çox qardaş xərc çəkib maşının üzərində, amma problem aradan qalxmamışdı. Bir dənə zəhmət olmasa maşını xodlayın. Müştəri hal-hazırda yanımızdadır. Maşını ideal vəziyyətdə düzəltmişik, heç bir problem də yoxdur. Həmişə kimi də bax, suyu da qoyuram bura. Diqqət eləyin. Heç bir titrəyiş yoxdur. Qardaş, bir dənə qaz ver. Bir dənə də ver. Bir dənə də ver. Yaxşıdır. Görürsünüz, yəni suda heç bir titrəyiş yoxdur qardaş. Maşın saat vəziyyətində işləyir, saat kimi işləyir. Allah səndən razı olsun. Necədir vəziyyət qardaş? Əla. Heç bir problem yoxdur ki? Yox, şükür Allaha. Allah sənin ölənlərinə rəhmət eləsin. Allah köməyin olsun. Kimin maşında motorla bağlı, yəni bizim gördüyümüz işlərlə bağlı problem varsa, maşında boğulma, benzin sərfiyyatının artması, çəkimdə zəiflik, titrəyiş, pirboyluq, bu kimi problemlər varsa yaxınlaşsın, ideal vəziyyətdə düzəldək, təhvil verək sizə. Xeyirli olsun qardaş. Sağ ol, çox sağ ol.